Salam müəllimlər, növbəti dərsimiz dünya okeanının boğazlarıdır. Boğazlar əsasən iki qrup parçasına ayırır, iki su sahəsini isə əlaqələndirir. Boğazlar haqqında danışsaq, ən dərin və ən enli boğaz Drake boğazı, ən uzun boğaz isə Mozambik boğazıdır. Və müxtəlif xüsusiyyətlərinə görə boğazlar fərqlənir. Okeanları əlaqələndirən, materikləri ayıran boğazlar vardır. Okeanları əlaqələndirən boğazlardan Drake boğazı və Magellan boğazı haqqında danışaq ki, bu boğaz Sakit və Atlantik okeanı əlaqələndirir. Cənubi Amerika və Antarktida materiklərini isə ayırır. Növbəti boğaz deməli Cəbəltarı və Bab-əl-Məndəb boğazıdır. Cəbəltarı boğazı Afrika və Avrasiyanı ayırır, Aralıq və Atlantik okeanı əlaqələndirir. Bab-əl-Məndəb boğazı isə Qırmızı dənizlə Hind okeanını Ədən körfəzi vasitəsilə əlaqələndirir, Afrika ilə Avrasiyanı ayırır. Deməli, Malakka, Zond, Torres və Bas boğazları haqqında danışaq. Malakka, Zond boğazı əsasən deməli Cənub-Şərqi Asiyada bilirik ki, Hind okeanı ilə Sakit okeanı əlaqələndirir və Malakka boğazı Malakka yarımadası ilə Sumatra adasını ayırır. Zond boğazı isə Sumatra adası ilə Yav adasını ayırır. Torres və Bas boğazları da həmçinin Sakit və Hind okeanı əlaqələndirir. Deməli, Torres boğazı Avstraliya ilə Yeni Gvineya adasını ayırır. Bas boğazı isə Avstraliya ilə Tasmaniya adasını ayırır. Növbəti okeanları əlaqələndirən boğazlardan Bering boğazıdır ki, əsasən Sakit və Şimal Buzlu okeanı əlaqələndirir, Şimali Amerika ilə Avrasiyanı ayırır. Deməli, digər boğazlara keçək. Hudson, Davis və Danimarka boğazları haqqında danışmaq istəyirəm. Deməli, bunların hər biri Atlantik okeanla Şimal Buzlu okeanı əlaqələndirir. Baxaq, deməli, Hudson boğazı Baffin torpağı adası ilə Labrador yarımadasını ayırır. Davis boğazı Baffin torpağı adası ilə Qrenlandiya adasını ayırır. Danimarka boğazı isə Qrenlandiya adası ilə İslandiya adasını ayırır. Bunların hər biri haqqında ətraflı məlumatı digər qitələr bölməsinə, yəni qitələrin boğazları bölməsində əlavə qeyd edəcəm. Deməli, İndi isə keçək digər əlamətlərinə görə boğazların fərqlənməsi. Məsələn, adalarla materikləri ayıran boğazlar haqqında danışaq. Baxaq, deməli, Tatar boğazı Saxalin adası ilə Avrasiyanı ayırır. Koreya boğazı Koreya yarımadası ilə Yapan adalarını, yəni bu deməkdir ki, Avrasiya materiki ilə Yapan adalarını ayırır. Malakka boğazı bayaq qeyd eləmişdim. Deməli, Sumatra adası ilə Malakka yarımadasını ayırır. Polk boğazı Avrasiya materiki ilə Şri-Lanka adasını ayırır. Lamaş və Pas-de-Calais boğazları. Deməli, Lamaş və Pas-de-Calais boğazları isə Avrasiya ilə Böyük Britaniya adasını ayırır. Torres boğazı, deməli, Torres boğazı Avstraliya ilə Yeni Gvineyanı ayırır. Bas boğazı Avstraliya ilə Tasmaniya adasını ayırır. Daha sonra Mozambik boğazı Madagaskarla Afrika materikini ayırır. Magellan boğazı Odlu torpaq adası ilə Cənubi Amerikanı ayırır. Florida və Yucatan boğazları isə Şimali Amerika materikini Kuba adasından ayırır. Bunların da hər biri yəni mühüm xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, elə Hudson boğazını da deyə bilərik ki, Labrador yarımadası ilə Baffin torpağını ayırır. Yəni Şimali Amerika ilə Baffin torpağı adasını ayırır. Qitələr üzrə boğazları qeyd etsək, deməli, Kara darvazası boğazı Yeni Torpaq adası ilə deməli Avrasiya materikini ayırır. Gorlo boğazı Kola yarımadası ilə Avrasiya materikini ayırır. Skagerrak, Kattegar boğazları hər biri Şimali dənizi ilə Şimal dənizi ilə Baltik dənizini əlaqələndirir. Skandinaviya ilə Jutlandiya yarımadasını ayırır. Deməli, Zund Erasun boğazı Zelandiya adası ilə Skandinaviya yarımadasını ayırır. Böyük Velt Fyun adası ilə
Zelandiya adasının ayırır. Kiçik Belt isə Fiyon adası ilə Jutlandiya yarımadasını ayırır. Pas-de-Calais və La-Manş boğazlarını da qeyd etmişdim. Böyük Britaniya ilə Avrasiya materikini ayırır. Pas-de-Calais şimalda, La-Manş isə cənubda yerləşir. Cəbəltərif boğazını da qeyd eləmişdik. Deməli, Afrika ilə Avrasiyanı ayırır. Atlantik Okeanla Aralıq dənizini əlaqələndirir. Bonifacio boğazı isə deməli Korska adası ilə Sardiniya adasını ayırır. Tirren və Aralıq dənizini əlaqələndirir. Tunis boğazı Siciliya adası ilə Afrikanı ayırır. Aralıq dənizini bir-biri ilə əlaqələndirir. Messina boğazı isə Siciliya adası ilə Apennin ayırır. İonik və Tirren dənizlərini əlaqələndirir. Dardanel boğazı bilirik ki, həmçinin Bosfor və Kerç boğazları Avropa ilə Asiya qitəsi arasında keçid zonasındadır, yəni sərhəddə yerləşir və Dardanel boğazı Ecey dənizi ilə Mərmərə dənizini əlaqələndirir. Həmçinin deyə bilərik ki, Kiçik Asiya yarımadasının Avropanı ayırır, yəni qeyd etdik. Bosfor boğazı isə deməli Mərmərə dənizi ilə Qara dəniz arasında əlaqələndirir. Kerç boğazı isə Azov dənizi ilə Qara dənizi əlaqələndirir. Tamam yarımadası ilə Krım yarımadasını ayırır. Daha sonra Asiyanın boğazları haqqında danışaq. Deməli, Bering boğazı qeyd etdik ki, Şimali Amerika ilə Avrasiya arasında yerləşir. Şimal Buzlu okeanı Sakit okeanı əlaqələndirir. Tatar boğazında qeyd etmişdik ki, Saxalindən Avrasiyanı ayırır. Deməli, Yapon dənizi ilə Oxot dənizini əlaqələndirir. Kunaşir boğazı Oxot dənizi ilə Sakit okeanı əlaqələndirir. Hokkaido adası ilə Kuril adasını ayırır. Laperuz boğazı isə Oxot dənizi və Yapon dənizini əlaqələndirir. Sakhalin adası ilə Yapon adalarından olan Hokkaidonu ayırır. Sangar boğazı isə Yapon dənizi ilə deməli Sakit okeanı əlaqələndirir. Hokkaido və Honshu adalarını ayırır. Koreya boğazı bayaq qeyd etdiyim kimi Koreya yarımadası ilə Yapon adalarını ayırır. Yapon dənizi ilə Şərqi Çin dənizini əlaqələndirir. Həmçinin Tayvan boğazı da Tayvan adası ilə Avrasiyanı ayırır. Şərqi Çin ilə Cənubi Çin dənizini əlaqələndirir. Malakka boğazı isə Sakit okeanla Hind okeanını əlaqələndirir. Qeyd etdiyim kimi Malakka yarımadası və Sumatra adalarını ayırır. Zond boğazı isə eyni ilə Sakit və Hind okeanları əlaqələndirir. Sumatra və Yav adalarını ayırır. Karimata boğazı isə deməli Malakka yarımadası ilə Kalimantan adasını ayırır. Həmçinin Makassar boğazı da var. Bu da Kalimantan adası ilə deməli Sulawesi adasını ayırır. Polk boğazını qeyd etmişdik. Şri-Lanka adası ilə Avrasiyanı ayırır. Hörmüz boğazı Avrasiya ilə deməli yəni İran Ərəbistan yarımadasını ayırır. İran körfəzi ilə Oman körfəzini əlaqələndirir. Bab əl-Məndəb boğazını da qeyd etdik ki, Afrika ilə Avrasiyanı ayırır. Qırmızı dənizlə Ədən körfəzini əlaqələndirir. Daha sonra deməli Şimali Amerikanın boğazları haqqında danışaq. Bering boğazını qeyd etmişdik. Deməli Davis boğazını da qeyd etdik ki, Qrenlandiya ilə Baffin torpağı arasında yerləşir və Hudson boğazını da qeyd etmişdik ki, Şimal Buzlu okeanla Atlantik okeanı əlaqələndirir. Baffin torpağı ilə Labrador yarımadasını ayırır. Danimarka boğazı da həmçinin eyni ilə Şimal Buzlu və Atlantik okeanları əlaqələndirir. İslandiya adası ilə Qrenlandiya adasını ayırır. Florida və Yucatan yəni boğazlarını da qeyd etdik ki, Florida yarımadası ilə deməli Kuba adasını ayırır. Həmçinin burada deməli Meksika körfəzi ilə Atlantik okeanı əlaqələndirir. Yucatan boğazı da Kuba adası ilə Yucatan yarımadasını ayırır. Meksika körfəzi ilə Karib dənizini əlaqələndirir və burada qeyd olunub Panama kanalı. Panama kanalı bilirik ki, bərzəxdir həmçinin və iki materiki bir-birindən ayırır. Sakit və Atlantik okeanları əlaqələndirir.
deməli Şimal buzlu, daha doğrusu Şimali Amerika ilə Cənubi Amerika arasında yerləşir. Və növbəti deməli boğazlar isə Magellan və Drake boğazlarını qeyd etmişdim. Həmçinin Mozambiki də qeyd etmişdik. Afrikada yerləşir və digərlərində burada qeyd etmədiyim bir Cook boğazı oldu ki, Yeni Zelandiya adaları arasında yerləşir. Əsasən Şimal adasını və Cənub adasını bir-birindən ayırır və Sakit Okeanı bir-biri ilə əlaqələndirir. Dərsimiz bura qədərdir.